Herkese salam. Bugün sizinlə birlikdə 20 sınaq Azərbaycan dili blok suallarının izahına baxmağa çalışacağıq səhvlərə. Deməli, ilk sualımız 8-ci sualdır. Deyir ki, nöqtələrin yerinə hansı söz əlavə olunsa, altından xətt çəkilmiş söz hərəkətin subyekti kimi də düşünülə bilər. Yəni, təkcə subyekt yox, subyekti kimi də var burada, düşünülə bilər. Burada cavabımız elə variant olacaq. Nəyə görə? Oxudum sözü. Şagirdə oxudum. Mən nəyisə şagirdə oxudum. Oxudum deyəndə kimə oxudum? Şagirdə oxudum. Məsələn, mən oxudum. Nəyisə şagirdə oxudum. Bir də şagirdə bunu oxudum. Baxın, şagirdə bunu oxudum. Ümumiyyətlə, uşaqlar, subyekt anlayışı nə deməkdir? Subyekt anlayışı mübtəda anlayışı ilə qarışdırmaq olmaz. Cümlədə bəzən tamamlıq da subyekt ola bilir. Məsələn, subyekt birincisi yadda saxlayırıq, ancaq hərəkətə aid olur. Subyekt ancaq hərəkətə aid olur. Yəni, ismi xəbərə biz subyekt aid edə bilmərik. Bu birinci qaydamız, bunu qeyd edirik. İsmi xəbərə subyekt aid olmur, hərəkətə aid olur. İkinci qaydamız isə subyekt hərəkəti icra edəndir. Yəni mübtəda demək deyil. Məsələn, Anar yazdı. Burada anar mübtədadır və hərəkəti icra edəndir. Bu həm də subyektdir. Amma bir də deyirəm məktub anar tərəfindən yazıldı. Yazıldı məktub məchul növdədir. Məktubdakı mübtədamızdır. Burada anar tərəfindən tamamlıq mövqeyində çıxış eləyib. Qoşmalı tamamlıqdır. Doğrudurmu? Anar tərəfindən yazılıb da. Kim tərəfindən? Anar tərəfindən. Amma burada subyekt var. Çünki biz kimin yazdığını görürük. Anar yazıb. Yəni, kimin yazdığı bizdə subyekt olacaq. Yəni, mübtəda yox. Kim edib, odur. Şagirdə oxudum. Bir də müəllim deyir ki, mən dərsi şagirdə oxudum. İcbar növ kimi düşünsək, bu zaman oxuyan kim olacaq? Şagird olacaq. Amma digərlərində yəni, belə bir mövqe yoxdur da. Şagirdə bildirdi, kim bildirdi? Mən bildirdim. Şagirdə danışaq, biz danışaq. Amma diqqətlə baxsaz görərsiniz ki, biz oxudum feilini iki cür düşünə bilərik. Bir dəfə belə bu formada oxudum. İzahını da yazım. Oxumaq sözün kökü. Oxudu keçmiş zamanda m-da şəxs onluğu kimi. Bir də oxu sözün kökü oxut. Yəni şagirdə oxut mənasında. Onun da şəxs onluğu kimi. Baxın, şagirdə oxut. Bu mövqeyini, baxın, bu mövqeyini düşünərkən o zaman şagird sözü subyekt olacaq. Çünki şagird oxuyacaq. Bu belə. Keçək növbəti sualımız 9-cu sualdır. Zərf hərəkəti izah edir, zərf hərəkəti izah etmir. Pis adam başqalarında da həmişə pislik axtarır. Baxaq, burada zərf varmı? Həmişə var burada. Həmişə zərfdir. Həmişə axtarır. Zərf hərəkəti izah edib. A variantı gələcək bura. Zərf hərəkəti izah edir. A variantı olacaq burada. Həmişə axtarır. Başqalarından əvvəl özümüzü tanımağa çalışmalıyıq. Deməli, tanımağa çalışmalıyıq. Kimi özümüzü başqalarından əvvəl. Burada damdan əvvəl, deməli, çıxışlı hal şəkilçisindən sonra gələn əvvəl sözü qoşmadır, zərf deyil. Ona görə də bu nümunədə ümumiyyətlə zərf yoxdur. Yoxdur burada. Cəmiyyətin gələcəyi həmişə anaların əlindədir. Cəmiyyət isimdir, gələcək isimdir həmişə. Həmişə zaman zərfidir, anaların əlindədir söz birləşməsidir. Deməli, zərf hərəkəti izah etmir. İsmi birləşməni izah edib, anaların əlindədir. Nə? Cəmiyyətin gələcəyi. Nə zaman? Həmişə. Deməli, zərf hərəkəti izah etmir. Bura gələcək C variantı. B variantında ümumiyyətlə zərfimiz yox idi. Daha sonra sevgi və şəfqət indi insanlığın məhək daşıdır. İndi zaman zərfimiz var. İnsanlığın məhək daşı yenə də üçüncü öftəyin söz birləşməsidir. Burada da izah etmir. Xəstəliklərin çoxu qarınqululuqdan irəli gəlir. Qarınqululuq isimdir. İrəli gəlmək feildir. Yəni sufrazoloji birləşmə irəli gəlir. Bunu burada məcazi mənalı birlikdə götürəcəyik. Xəstəliklərin çoxu da birlikdə ismi birləşməlidir. Burada da ümumiyyətlə zərfimiz yoxdur. Ona görə də E variantında heç nəyi götürməyəcəyik. D-də də ki, ismi izah edir deyə hərəkəti izah etmirə götürəcəyik. 1-ə A variantı, 2-yə də C, D variantı gedəcək. 1-ə A, 2-yə C, D olacaq. Cavabımız D variantı. Burada irəli gəlir, yəni qarınqulluqdan irəli gəlir də. O deyir, sənin bu xasiyyətin nədən irəli gəlir? Orada həqiqi mənada ayaq açıb irəli gəlmək mənası olmadığına görə E-ni ümumiyyətlə götürməyəcəyik. Olacaq 1-ə A, 2-yə isə C, D. Keçək növbəti suala. 10-cu sual.
Bağlayıcı hansı nümunələrdə cümlələri bir-birinə bağlayır? Deməli, cümlələri bir-birinə bağlayır. Xəstə üçün həyat var olduqca ümid var. Xəstələr üçün həyat var olduqca ümid də var. Burada cümlələri bir-birinə bağlamaqla görmürük. Ümumiyyətlə sadə cümlə olduğuna görə biz deyə bilmərik ki, burada bağlayıcı cümlələri bağlayıb. Nə qədər ki canın ağrıya dözür, dərmansız keçin. Nə qədər ki canın ağrıya dözür, dərmansız keçin. Burada biz bağlayıcı görə bilirikmi? Nə qədər ki birlikdə işlənib, bu ki bağlayıcı deyil ki, bağlayıcı kimi cümlələri bir-birinə bağlamalıdır və iki cümlənin arasına gəlməlidir. Burada nə qədər ki birlikdədir. Ona görə bu da olmayacaq. Deməli, ikidə də cümlələri bağlamayıb. Ki bağlayıcı kimi iki bitmiş fikrin arasında gəlməlidir. Yəni sağ tərəfində də bitmiş fikir olmalıdır, sol tərəfində də bitmiş fikir olmalıdır. Həm xəyal qura bilərsiniz, həm də bu xəyalı həyata keçirə bilərsiniz. Baxın, qura bilərsiniz kim? Siz. Həyata keçirə bilərsiniz. Yenə kim? Yenə siz. Deməli, burada da sadə cümlədir, eyni mübtədaya aiddir. Burada da bağlayıcı deməli cümlələri bir-birinə bağlamayıb. Cümlələri deyirsə, deməli orada iki cümlə olmalıdır və mürəkkəb cümlə olmalıdır. Yalnız həqiqət gözəldir və yalnız o sevilməyə layiqdir. Baxın, gözəldir nə? Həqiqət. Sevilməyə layiqdir nə? O. Deməli, ayrı-ayrı mübtədalarımız var və burada və bağlayıcısı var. Bu mürəkkəb cümlədir və biz burada deyə bilərik ki, və bağlayıcısı cümlələri bağlayıb. Çünki təhlil edirik. Gözəldir nə? Həqiqət. Layiqdir nə? O. Deməli, burada görəcəyik ki, cümlələri bir-birinə bağlayıb. Həqiqət elə nadir keyfiyyətdir ki, onu heç bir pulla almaq olmaz. Baxın, ki bağlayıcı bu mövqedə olur. Həqiqət elə nadir keyfiyyətdir. Həqiqət keyfiyyətdir. Bitmiş fikir var. Onu heç bir pulla almaq olmaz. Bitmiş fikir var. İki bitmiş fikrin arasında gələn ki də bağlayıcıdır. Deməli, keyfiyyətdir nə? Həqiqət. Almaq olmaz. Deməli, almaq olmaz. Bu da şəxsi cümlədir. Ona görə iki cümləni bağladığına görə 4, 5 olacaq bizim cavabımız C variantı. Növbəti sualımız 10, 12. Nümunədəki söz birləşmələri əsasında Ler-Ven diaqramındakı yanlış işləri müəyyən edin. Gəlin baxaq. Uzaqdır. Kim insan, hansı insan, azad insan. Burada azad insan söz birləşməmiz var. Qərar verərkən tərəfkeşlik etməyin. Nə zaman? Qərar verərkən. Qərar verərkən frazeoloji birləşmədir. Asıl tərəfi sifətdir. Bəli, bunu birə aid edə bilərik. Azad sözü sifət olduğuna görə bir tamamilə doğrudur. Doğru olduğuna görə biri götürməyəcəyik. İkinci dərəcəli üzv yerindədir. Biz birə buna aid edə bilmərik. Çünki birincisi bir parçalanır. İnsan mübtədadır, azad təyindir. Və parçalanan zaman biz bunu eyni cümlə üzvü kimi götürə bilmərik. Yəni biz deyə bilmərik ki, birinci növ təyin söz birləşməsi burada eyni cümlə üzvüdür, deyil. Biri mübtədadır, biri təyin. Ona görə burada söz birləşməsi deyil. Sözlə ifadə olunub təyinlə mübtəda. Baxın, təyinlə mübtəda sözlə ifadə olunur, söz birləşməsi ilə yox. Yəni söz birləşməsinə aid bu yanlış fikirdir. Ona görə ikini götürəcəyik variant olaraq. Tərəflərindən biri isimdir. Sən qərar verərkən parçalaya bilməzsən. Biz frazeoloji birləşmələri ümumiyyətlə parçalamırıq. Ona görə 3-ü səhv cavab olaraq götürəcəyik. Baş cümlələrdən birini izah edir. Qərar verərkən tərəfkeşlik etməyin. Tərəfkeşlik etməyin nə zaman? Qərar verərkən bəli, xəbəri izah edir. Amma biz bunu burada deyəsən problem var. Cavab 2, 3, 4 olmalıdır. 2, 3 və 4 də olacaq. Niyə? Çünki azad insan qorxu və kədərdən uzaqdır. Baş cümlələrdən birini izah edir. Yenə də burada axı birincidə biz bunu ortaq götürə bilmərik. Bəli, 2 üçün götürə bilərik. Amma birdə azad insan parçalanır. İnsan qorxu kədərdən uzaqdır. Hansı insan? Azad insan. Biz bütövlükdə söz birləşməsini deyə bilmərik ki, nə isə izah edir. Çünki söz birləşməsi cümlə üzvü kimi, baş üzvlər deyil, cümlə üzvü kimi parçalanır, bütöv qalmır. Ona görə biz bunu bütövlükdə yanaşa bilmirik. Burada artıq izah eləyən hansısa sözlərdir. 2 dənə ayrı-ayrı söz. Ona görə mən 2, 3, 4 götürərdim. Bir cümlə üzvü yerinədir. Bir cümlə üzvü yerinədir. Hə, bir cümlə üzvü yerinədir. Bəli, bu ikinci üçün doğrudur. Çünki qərar verərkən bütöv işlənir. Bu bir cümlə üzvüdür, amma azad insan parçalanır. 2 cümlə üzvüdür. Bunu ikinci üçün doğru götürərik. 2, 3, 4 variantı ən doğru cavab olar mənim fikrimcə. Sonra növbəti səhv baxaq. Deməli 12-ni izah etdik. 18. Hansı fikir cümlədəki sözlərin heç biri ilə bağlı deyil? Keçmişinə daş atanın gələcəyinə güllə atarlar. Heç bir sözə aid deyildir.
Keçmişinə daş atanın, onu atanın. Nə demişik? Onu qoya biliriksə hansı haldadır? Təsirli haldadır, qeyri-müəyyən təsirli haldadır. Atanın, atmaq, atan feili sifət, atanın yiyəlik haldadır. Gələcəyinə yönlük haldadır. Güllə atarlar, onu atarlar, yenə təsirli haldadır. Keçmişinə, nəyə? Keçmişinə, bu da yönlük haldadır. Deməli, yönlük halda var, daş atmaq, onu atmaq təsirli haldadır. Atanın, onun gələcəyi, atanın yiyəlik haldadır, gələcəyinə yönlük haldadır. Gülləni atarlar, onu atarlar, təsirli haldadır, atarlar da feildir. Adlı halda olan sözümüz yoxdur. Digərlərinə baxaq. Həm feil, baxaq digərlərinə. Cavab oldu A variantı. Həm feili, həm də ismə məxsus şəkilçi qəbul edib. Həm feil, həm də ismə məxsus şəkilçi atan. Atan feili sifət şəkilçisidir, ın da yiyəlik hal şəkilçisidir. Tərkibində samitlərdən biri fərqli tələffüz edilir. Atarlar. Atarlar, üzr istəyirəm, atarlar. Feil olanda qoşa l-ya keçir. R-dan sonra l gələndə qoşa l olur. Atarlar. Bəli, feillərdən, samitlərdən biri fərqli tələffüz edilir. Quruluş və düzəltmədir hal şəkilçisi qəbul edib. Keçmiş sözü. Keçməkdən keçmiş ismi var bizim dilimizdə. Keçmişi hal şəkilçisi də qəbul, keçmişi mənsubiyyət nədir? Hal şəkilçisi. Şəxsə görə dəyişib. Şəxsə görə dəyişəndə güllə keçmişinə daş atanın gələcəyinə güllə atarlar. Onlar atarlar. Bəli, şəxsə görə dəyişib. Deməli, cavab olacaq A variantı. Burada adlı halda olan bir söz mən görə bilmədim. Sonra olacaq növbəti səhvimiz 20. 20. Üzərində işarə qoyulmuş durğu işarələrinin işlənmə səbəbini müəyyən edin. Deməli, üzərində işarə qoyulmuş durğu işarələrinin işlənmə səbəbini müəyyən edin. Avtobus gecikir. Biz isə əslində bu mənzərənin doyunca baxmaq üçün onun biraz da gecikməsini istəyirik. Biz isə əslində modal söz kimi işlənib. Ona görə əslində, yəni bunun sağında da solunda da modal sözlə bağlı vergül olacaq. Modal söz və modal söz. Kvadratda da modal sözlə bağlı götürəcəyik. Avtobus gecikir. Biz isə avtobus gecikir. Burada da biz əslində bu mənzərənin doyunca baxmaq üçün onun biraz da gecikməsini istəyirik biz. Gecikir avtobus mürəkkəb cümlədir, təhlil elədik. Gecikən avtobusu istəyən bizi mürəkkəb cümlə olduğuna görə təbisiz mürəkkəb cümlənin tərkib hissənin əlaqələndirilməsi burada da 2-ni götürəcəyik ən doğru cavab kimi. 2, 4 və 5 olacaq bizim cavabımız E variantı. Bu da belə. Növbəti səhvimiz deməli 21. 21. Hansı cümlə şəxsi görünür digərlərindən fərqlənir? Arxı atlan, sonra bərəkallah de. Baxın, arxı atlan sonra bu məsəldir və burada mübtəda işləməyib. İkinci şəxsin təkinə aid olanda ümumi şəxsi cümlə kimi biz bunu götürə bilərik. Çünki ümumi şəxsi cümlələr ya 2-nin təkində olurdu, ya da 3-ün cəmində, amma mübtəda olmurdu və hamıya aid olurdu. Deməli, şərtlərimiz nədir? Hamıya aid olsun, mübtəda olmasın, 2-nin təki 3-ün cəmində olsun xəbər. 2-nin təkində də ödəyir. Arxa atlan sonra bərəkallahdır. Atalar sözlü məsəldir, ödəyir və mübtəda yoxdur, bunu da ödəyir. Ümumi şəxsi cümlədir, ümumi. Get hər şeyi gözlərinlə yerində gör. Bu müəyyən şəxsi cümlədir. Get gör. Bu yəni bir nəfərə aiddir. Bu ümumiyyətlə hamıya aid deyil, axı get gör. Baxın, sən bura bərpa eləyə bilərsən. Çünki bu bir nəfərə aiddir. Bütün hər kəsə aid deyil ki, get hər şeyi yerində gör. Bir nəfərə deyirəm ki, Ləman məsələn, get hər şeyi gör. Bura sən mübtədası əlavə eləyə bilərsən. Bu olacaq müəyyən şəxsi cümlə. 100 ölç bir biç. Hamıya aiddir. Sən bura qoya bilməzsən. Hamıya aid olduğuna görə, mübtəda da olmadığına görə ümumi şəxsi. Yaxşı igidin adını eşit, üzünü görmə. Yenə də hamıya aiddir. Əvvəl düşün, sonra danış. Hamı, əvvəl düşünsün, sonra danışsın. Hamı yaxşı igidin adını eşitsin. Mübtədalarımız da yoxdur, hər üç cümləyə aid. Sən qoymaq olur. İkinci şəxsin təkindədir, ödəyir. Yəni 2-nin təkində olduğuna görə ödəyir. Sən daha doğrusu qoymaq, bərpa eləmək olur. İkinci şəxsin təkindədir, ödəyir. Hamıya aiddir, ödəyir. Mübtəda yoxdur, ödəyir. Amma B variantına diqqətlə baxın. Get hər şeyi gör. Bu bir məsəl, bir atalar sözü deyil. Bu hamısına aid olan bir məqamdır. Ona görə cavabımız olacaq B variantı müəyyən şəxsi cümlə. 21-dən sonra gəlir bizdə deməli 20 izah olundu, 21 izah olundu. Deməli 25. Keçirik 25-ə. Bir dənə baxım qalan olmadı. 8, 10, 12, 18, 20, 21,
və 25-ci testlər. 25. Klaster tamlayıb bilən nümunələri müəyyən edin. İstirahət məqsədi ilə biz də yaylaqlara gedərdik. Tərkibində həm köməkçi hissəsi, həm də köməkçi söz, yəni hissəcik var. Baxaq. Getmək, gedər gələcək zamanda olduğuna görə burada ididir, qıda şəxs sonluğudur. Deməli, burada bəli, idi var. Biz də, bu da sadalama bilir. Yəni, başqaları da gedib, biz də getmişik. Ona görə bağlayıcıdır. Bağlayıcı da var, idi də var. Deməli, doğrudur. Doğru olduğuna görə klaster biz tamamlaya bilən deyirsə, burada doğru, burada doğruları seçəcəyik. Yanlış olsaydı, məsələn, yanlışlara bu formada uyğunlaşdırıq klasteri. Bayram münasibətilə hamımızı təbrik edərdilər. Təbrik etmək gələcək zamandadır. Bu haqda biz danışmışıq kifayət qədər. Əgər birinci şəkildir, ikinci gələn ididir. Ar var gələcək zaman, yəni xəbər şəklindədir. Di də burada idi hissəciyi olacaq. Bayram münasibəti ilə də burada qoşmadır. Yəni bayram münasibəti vasitədir ki, o vasitə ilə hamımızı təbrik ediblər. Ona görə də biri götürəcəyik. Əgər vaxtında çalışsa, belə olmaz. Əgər var burada, bu olacaq, deməli, köməkçi nitq hissəmiz. Vaxtında çalışsa, belə olmaz. Çalışmaq, baxın uşaqlar, çalışmaq sözün köküdür. Birbaşa başlanğıc formaya artırılan heç vaxt ideymiş isə ola bilməz. Bu, feilin şərt şəklidir. Birbaşa artırılan birinci gələn şərt şəklidir. Bu haqda geniş danışmışıq deyə düşünürəm ki, artıq OTK-nı işləyənlər üçün bunlar necə deyim, aydın olmalıdır. Bunları bilib OTK-nı işləyirlər. Çünki çətinləşmiş testlərdə ona görə çox da xırdalığa getmirlər. Amma din vəsaitində bunu ətraflı izah etmişik. Yəni bizi görürmüş. Baxın, sual intonasiyası var. Yəni görürmüş. Deməli, yəni burada olacaq ədat, sual ədatı. Görür, indiki zaman. Mış da burada olacaq. İndiki zaman xəbər şəklindən sonra bir sözdə iki şəkil olmaz. Bir dənə şəkil gəlibsə, artıq ikincisi idiymiş hissədir. Üçü götürəcəyik. Bəs gəlsə, bəs ədatımız var. Gəlsə birbaşa başlanğıc formaya artırılıb. Birinci gəldiyinə görə bu şərt şəklidir. Birinci gələnlər şəkil təkrar deyirəm. Nə deyəcəklər? Burada da heç nə yoxdur. Hərçənd eşitsə, hərçənd var, eşitsə də, sa plus da'dakı da yadda saxlayırıq. Ədatdır. Bir də deyirəm, sa plus da'dakı da ədatdır. Deməli, hərçənd, bir dəqiqə, hərçənd eşitsə, hərçənd köməkçi hissəsi eşitsə də ədatdır. Burada deməli 5-i götürəcəyik. Bəli, götürəcəyik köməkçi hissəmiz. Yox, ikisi də ədatdır. Axı biz hissəciyi tapmadıq. Cavab verməyəcək, hissəcik yoxdur. Düzdür, 2 dənə köməkçi hissəsi tapdıq. Eşitmək birbaşa başlanğıc formaya artırılıb deyə, bu da ona görə olacaq. Feilin şərt şəkli, burada da birbaşa başlanğıc formaydı. Bu da şərt şəklidir. Yenə oxuyacaqdımı? Yenə oxuyacaqdımı? Mı burada nədir? Sual ədatı. Acaq nədir? Feilin deməli, acaq gələcək zaman. D da gələcək zamandan sonra gələn D nədir? İdi hissəciyi. Deməli, mı sual ədatı, ədat var və D idi hissəciyi də var. Çünki feil xəbər şəklindən sonra gəlib bu olacaq hissəciyi. 1, 3, 6. Bir dənə 5-ə bir də baxaq. Hərçənd köməkçi hissəsi eşitsə birbaşa başlanğıc formaya artırılıb. Feilin şərt şəkli. Də köməkçi cavab verəcək. Burada idiymiş hissə yoxdur. 5-i də çıxaram. Olacaq cavabımız 1, 3, 6. Burada yəni və imiş. Burada ilə və idi. Burada da mı və d ard-arda gəlib. Buna bir də baxaq. Yenə oxuyacaq. Acaq xəbər şəkli. Şəkildən sonra gələn d idi. Mı da sual ədatı. Belə hər birinizə uğurlar. Sağ olun. İnanıram ki, bu izahlar sizin üçün faydalıdır.